İnsanın özü ilə üzləşməsi bəzən uzun illərin sükutundan sonra gələn ani bir oyanış kimidir. İnsan nə qədər qaçsa da bir gün yolun yenə öz içində bitdiyini anlayır. Elə həmin anda sükutun arxasında gizlənmiş şeylərin tozu qalxır, yaddaşın qaranlıq küncləri işıqlanır. Nəfəs dərinləşdikcə sanki görünməyən bir güc insanın ruhuna toxunur və iç aləminin pərdələrini yavaş-yavaş aralayır. İnsan o zaman anlayır ki, bütün bu illər ərzində qaçdığı kölgə elə öz addımının izi imiş. Susturmağa çalışdığı səs isə içindəki ən gerçək çağırışdı. Özünə baxanda nə tam mükəmməl görünür, nə də tam yarımçıq. O sadəcə olduğunun özüdür, yəni ən doğru halı. Özünlə üzləşmək yaraya duz səhmək deyil. Bu yaranın niyə açıldığını, hansı sözün, hansı xatirənin onu oyatdığını nəhayət görməkdir. Bu an həm ağrılı, həm də azad edicidir. Çünki insan yalnız öz həqiqətini gördüyü zaman dəyişməyə, sağalmağa və yenidən doğulmağa başlayır. Bugün özümə bir addım daha yaxınam. Zamanın çiyinlərimdə buraxdığı hər iz məni biraz daha mən edən bir xatirədə artıq. Bugün özümü təbrik edirəm yıxılanda qalxdığım üçün, yaralarımdan çiçəklər böyütdüyüm, heç kim bilmədən gücləndiyim üçün. Yaxşı ki doğuldum, yaxşı ki buradayam və yaxşı ki yenidən başlamağı hələ də bilirəm.